Artıq təyyarəyə ucuz bilet tapıb daha sərfəli səyahət etmək bir xəyala çevriləcək. Çünki uçuşların təxirə salınması, müharibə ilə əlaqədar olaraq yanacaq qiymətinin bahalaşması səyahəti daha da bahalı edir və bəzi istiqamətlərə bilet tapmaq belə mümkün deyil. Bu mövzunu Türkiyəli səyahət yazarı Uğur Cebeci çox maraqlı yazıb Hürriyyət qəzetində. O bildirir ki, bir çox bölgədə artıq turizm mövsümü başlasa da şirkətlər hazırda çətin bir vəziyyətdə qalıblar. Çünki hava yolu şirkətləri biletlərin qiymətinə endirim etmirlər, əksinə biletlərin qiymətində artım müşahidə olunur. Bu da şirkətlər tərəfindən endirim kampaniyalarını belə deyək, qarşısını alır. Onlar heç bir şəkildə endirim edə bilmirlər. Bundan əlavə artıq iri tutumlu təyyarələr yox, daha yığcam təyyarələr reyslərə buraxılır. Məsələn, əvvəllər 400 yerlik təyyarələrdə həyata keçirilən uzun müddətli uçuşlarda indi maksimum 300 yerlik təyyarələrdən istifadə olunur. Bu səbəbdən də Airbus 350-lərin yerini daha çox Boeing 787-lər almağa başlayır. A380 və Boeing 747 kimi nəhəng təyyarələr isə bəzi yaxın şərq şirkətləri istisna olmaqla tədricən istifadədən çıxarılıb deyə Uğur Cebecinin yazısında qeyd olunub. Azərbaycanda bəs vəziyyət necədir? Əlbəttə ki, bu Azərbaycandan da yan keçmir. Azərbaycanda da bilet qiymətləri, təyyarə biletlərinin qiymətləri olduqca bahalaşıb. Hər gün yoxladığım bilet qiymətləri var. Məsələn, İstanbul-Bakı reysi üzrə azalın əvvəllər əgər 90 dollara ən ucuz tapmaq olurdusa biletləri, hazırda minimum qiymət 250 dollardan başlayır. Bundan əlavə gəzən məlumatlar arasında Anadolu AJET-in Gəncədən İstanbula reyslərinin ləğv etməsi də yer alır və bununla bağlı AJET-ə sorğu göndərsək də hələlik bir cavab almamışıq. Ancaq axtarış verdiyimiz zaman Gəncədən uçuşlar görünmür AJET-in təyyarələri ilə. Bu barədə qurumdan gələn məlumatları çatdırmağa çalışacağıq. Ancaq bu məlumatı təkzib etmirlər. Görək AJET-dən necə bir cavab gələcək. Çünki Gəncədən təşkil olunan uçuşlar da Azərbaycan üçün çox, əhali üçün çox önəmlidir. Çünki nisbətən sərfəli qiymətə uçuşlar təşkil olunurdu.